Salam uşaqlar, demək 13 aprel 1-ci zonanın 9-cu siniflərin imtahanı suallarını izah edəcəyik. Birinci sualımızda what kind of TV show was Mickey Mouse Club? Mickey Mouse Club nə cür bir TV proqramı idi? Cavab götürəcəyik D variantı. It was a TV show organized for children. Uşaqlar üçün təşkil olunan bir televiziya proqramı idi. İkidədir ki, Before Mickey Mouse, biz dinləmədə dinlədiyimiz kimi bizə deyir ki, Mickey Mouse-un əvvəl bütün cizgi filmləri səssiz idilər. Yəni Mickey Mouse-dan sonra gələn cizgi filmlər səsli olmağa başladı. Ona görə 2-yə B variantı götürürük. 3-dədir ki, what is the passage mainly about? Tekst nə haqqındadır? Mickey Mouse Club TV show xeyr, bu haqda deyil. The first cartoonly sound for children. Yəni uşaqlar üçün olan ilk səsli cizgi filmi. B variantı doğru cavabdır. 4-ün birindədir ki, Mickey Mouse-un səsi Walt Disney-in öz tərəfindən səsləndirilmişdi. Bir əlbəttə ki, true götürəcəyik. Some claim that Disney named Mickey after the popular child actor. Yəni ki, deyir ki, bəziləri iddia edir ki, Disney Disney named Mickey. Yəni Disney Mickey adını aldı populyar uşaq aktyoru tərəfindən. Bəli, bu da truedur bizdə. 4-cüdür ki, it was difficult for people to remember the name Mickey. Yəni ilk vaxtlar Mickey adını yadda saxlamaq insanlar üçün çətin idi. True. Also Mickey Mouse was famous. It couldn't receive Oscar award. Yəni ki, baxmayaraq ki, çox məşhur idi, amma Oscar mükafatı almadı. Bu isə yanlışdır, çünki almışdı. Keçən 5-ci sualıma deyir ki, bizim yay kampına uşaqlar üçün olan deyir, bugün qoşul. Biz deyir, orada əyləncəli oyunlar, incə sənətlər və competition isə yarış deməkdir. Yarışlar keçiririk. You can also make new friends here. Burada fərqli dostlar da tapa bilərsən. There will be a special discount. Discount endirim deməkdir. Deyir ki, xüsusi bir endirim olacaq. Ailədən gələn ikinci uşağa. It is the last day for signing up. Qeydiyyatdan keçmək üçün axırıncı gündə. A variantı deyir ki, endirim bütün uşaqlaradır. Xeyr, biz endirim ailədən gələn ikinci uşağadır. B variantıdır ki, ailədən olan yalnız bir uşağa icazə verilir kampda iştirak etməyə. Xeyr. C variantıdır ki, kamp müxtəlif aktivitelər provide, yəni təmin edir. Bəli, C variantı doğru cavabdır. D variantıdır ki, kampa qeydiyyat üçün bu həftənin, gələn həftənin sonuna qədər vaxt var. Xeyr. Y variantı isə deyir ki, ailədən olan ikinci uşaq pulsuz qoşula bilər. Xeyr. Pulsuz demədi bizə. Dedi ki, endirimlə qoşula bilər. 6-cı suala baxıram. Dear Jessica, əziz Jessica, thank you for applying for the job as a lawyer. Hüquqşünas kimi olan işə müraciət etdiyin üçün təşəkkür edirik. We would like to invite you for an interview at 11 a.m. on Tuesday, September 21st at our office. Biz deyir, səni intervyuya çağırmaq istəyirik saat 11-də, 2-ci gün, sentyabrın 21-də ofisimizə. Yəni biz bilirik ki, intervyu nə olan şeydir? Sən CV atırsan, onlar da səni çağırırlarsa, səni sual-cavab eləyirlər. İndi bu da deyir ki, yəni bu sən deyir hüquqşünas üçün bizə müraciət eləmisən, sən bizə deyir sən intervyuya çağırırıq. Aha, burasına qədər başa düşdük. You will meet with head of our company. Sən bizim şirkətin başçısı ilə görüşəcəksən. Emily White and the interview will last for about 45 minutes. Deyir ki, Emily White və intervyu 45 dəqiqə çəkəcək. If you have any question or wish to change the interview date, please ring or email me by September 12th. Əgər hər hansısa bir sualın olsa və yaxud da intervyu vaxtını dəyişmək istəsən, xahiş edirəm zəng elə və yaxud da e-mail göndər mənə sentyabrın 12-sinə dək. Best regards, ən xoş arzularla Sophia Harris, HR Assistant. HR Assistant Human Resources deməkdir, yəni insan resursları köməkçisidir. Yəni bu məktubu yazan Sophia'dır. Kimə yazıb? Jessica yazıb. Şirkətin başçısı isə kimdir? Emily White'dir. Bura qədər öyrəndik. A variantıdır ki, iş intervyusu yarım saatdan az olacaq. Yəni, yox. Burada 45 dəqiqə dedisə, yarım saat az olmayacaq. B variantıdır ki, Emily White Sophia Harris-lə görüşəcək. Əgər Jessica vaxtı dəyişdirsə, xeyr, dəxlisi yoxdur. Jessica iş üçün müraciət edib kampaniyanın başçısı kimi. Kampaniyanın başçısı kimi yox, lawyer, hüquqşünas kimi müraciət edib. D variantıdır ki, if Jessica has any question, əgər Jessica hər hansısa bir sualı olsa, o deyir yaza bilməyəcək, zəng eləyə bilməyəcək. Səhvdir. Jessica dəvət olunub intervyuya sentyabrın 21-i. Bəli, doğru cavab Y variantıdır. Aha, hi Jane, salam Jane. You are invited to my birthday party. Sən deyir, mənim birthday partimə dəvət olunursan. It will be on Saturday at 3 p.m. at my house. Evimizdə olacaq, sentyabrın Saturday. 6-cı gün saat 3-də mənim evimdə. Deyir, xüsusi kostyum geyinməliyik ad gününə. Görüşərik orada Carla. Carla demə, mesaj yazır Jane-ə. Burasını tutduq. A variantında deyir ki, Carla ad günü tək qeyd edəcək. Xeyr, tək qeyd edəsə
Yəni C-yə niyə yazır ki? B variantında deyir ki, birthday party will held in the restaurant. Evdə axı keçirdirdi, restoranda keçirtmirdi. C variantında deyir ki, qonaqlar rəsmi geyim geyinməlidirlər. Xeyr, rəsmi yox, xüsusi bir geyim geyinməlidirlər. Ona görə D variantı doğru cavabdır ki, bizdə ad günü üçün xüsusi bir geyim geyinməlidirlər. Y variantında isə deyir ki, ad günün, yəni C-nin iştirak edə biləcək Monday. Monday birinci gün deməkdir, amma burada bizə dedi ki, ad günü olacaq Saturday. Keçirəm növbəti sualıma. Lake Aral, Aral gölü və yaxud da Aral dənizi yerləşir Mərkəzi Asiyada. Bu dənizin adı, yəni adalar dənizi deməkdir. Çünki o çoxlu adalar var onun daxilində. Aral dənizinin 2 dənə su resursu var. Amu dərya, bir də Sur dərya çayları. Onun soyuq qışı və isti yayları olur və orada çox az da rainfall. Rainfall yağış demək. Yəni ora çox az yağış düşür. Aral dənizi əvvəllər dünyada 4-cü ən böyük gölüymüş. Amma sonra başlayıb yoxa çıxmağa 1960-cı illərdən və çayın çox hissəsi də hansı ki Aral dənizinə axırdı. Cotton fields, pambıq sahələrini suvarmaq üçün istifadə olunub. Yəni dənizə çatmamışdan əvvəl pambıq sahələrini sulamaq üçün istifadə olunub. Beləliklə bu çayların istiqaməti başlayıb dəyişməyə. Yəni nə üçün dəyişib? Pambıq sahələrini suvarmaq üçün. Və 1900-cü illərin sonlarında isə dəniz başlayıb çox suyunu itirməyə və 3 fərqli hissələr dənizdə başlayıb formalaşmağa. 3 dənə fərqli hissə. Deyir ki, Aral dənizində olan bu dəyişiklik mühit üçün, insan sağlamlığı üçün çox ciddi bir təhlükə idi. Keçmişdə Aral dənizindən çoxu balıqlar olub, dəniz məhsulları olub. Amma indi su resursları azalıb, sağlıq problemləri meydana gəlib. Fishing, balıq biznesi də bu ərazidə dağıdılıb, yəni məhv edilib. 10% dəniz artıq mövcuddur və gələcəkdə bu dəniz quruyacaq. Baxıram ki, tekst nə haqqındadır uşaqlar? A variantında deyir ki, Aral dənizini əhatə edən adalar. B variantında deyir ki, dəniz və digər dəniz məhsulları. Xeyr. C variantında isə mən həmişə demişəm, əgər Aral dənizi haqqında danışırsa, Aral dənizi deməyəcək bizə direkt cavablarda. Bizə deyəcək ki, C variantındakı kimi qurumaqda olan dəniz. Bəli, quruyur, yoxa çıxır. D variantında deyir ki, Aral dənizinin iqlimi. Y variantında isə deyir ki, pambıq sahələrini suvarmaq üçün olan çaylar. Xeyr. B variantı 9-a deyir ki, false, yanlışı seçin. A variantında deyir ki, Aral dənizi dünyanın ən böyük gölüdür. Xeyr, elə söz demir. Əvvəllər elə idi. Amma indi bizdə indiki zamandan danışırıq. Deyir ki, indi bu dəqiqə. Yəni elə söhbət ola bilməz. Ona görə A variantının özü elə, uşaqlar yanlış cavabdır. B variantında deyir ki, Aral dənizinin adı adalarla əlaqələndirilir, düzdür. C variantında deyir ki, Aral dənizinə çox az yağış düzdür. D variantında deyir ki, Aral dənizinə çoxlu adalar var, düzdür. Y variantında isə deyir ki, Aral dənizi başlayıb yoxa çıxmağa 20-ci əsrin ikinci yarısına. Bəli, 1960-cı il 20-ci əsrin ikinci yarısına düşdüyünə görə Y variantı doğrudur. 10 suala baxıram. Aral dənizi 2 əsas su resursundan qidalanır, düzdür. İndi balıq sənayesi üçün istifadə olunur. Bir dəqiqə gözləyin, burada səhvlik var. Onda bizdə cavabımız qalacaq. C variantında deyir ki, 1900-cü illərin sonunda çoxlu su qazandı. Xeyr, əslində suyunu itirir, bu yoxa çıxır artıq. D variantında deyir ki, isti qışı, soyuq yayı var. Xeyr, tərsinədir. Y variantında isə deyir ki, çoxlu təmiz su resursları var burada. Səhvdir. Cavabımız A variantı qalır təkcə. 11-ci sualda deyir ki, nəyə görə bu Aral dənizinin də istiqamətini dəyişdilər? Nəyə görə? Cotton field, yəni pambıq sahələri suvarmaq üçün. Cavabımız qalacaq C variantı. Bu niyə yazmır? Cavabımız qalacaq bizdə. Yazmadı nəsə. 12-ci suala baxıram. 12-ci sualda deyir ki, hansılar doğrudur? Aral dənizi quruduqca ətraf mühit üçün təhlükə yaradır. Bəli, bir düzdür. Sonra biz də biri götürəcəyik. Sonra bir də deyir ki, the level of water of Aral will rise. 4-dür. 4 səhvdir. Çünki deyir ki, Aral dənizinin gələcəkdə qalxacaq. Yoxa çıxacaq. Nə suyu qalxacaq deyir ki. 3-də isə deyir ki, Aral dənizinin yalnız çox az hissəsi bu gün mövcuddur. Cavabımız qalacaq elə bizim 1-3. Bəli, 1-3 götürəcəyik. Sonra 13-ə baxıram. Exhibition sərgi deməkdir. 1-ə götürəcəyik biz C. Desert
şirniyyat deməkdir. B. Desire isə arzu deməkdir. C, B, A olan variantımız qalır bizdə B variantı. Məktəbin başı kimdir uşaqlar? Müdür. Müdürdürsə, əlbəttə ki, cavab principal götürəcəyik. Spy casus deməkdir. Hairdressers qadın salonu. Lawyer hüquqşünas. Operator isə də operator. Last month varsa cümlənin sonunda keçmiş zamanı bildirir. Keçmiş zamana isə sual didlə verilir deyə düzgün cavabımız elə D variantı qalacaq. 16-cı sualda deyir ki, I like trousers. Mən şalvarları xoşlayıram. Şalvarlar söz cəmdə olduğuna görə qətiyyən zis verə bilmərik. A variantı çıxdı, Y variantı çıxdı. Deyir ki, mən şalvarları xoşlayıram, amma onların rəngini xoşlamıram. Yəni söhbət burada şalvarlardan getdiyinə görə, şalvarlar da cəmdə olduğuna görə their color olacaq, düzdürmü? Cavabımız qalacaq C variantı. Opposite meaning əks mənalı deməkdir. A variantında enter daxil olmaq, visit səfər eləmək, begin başlamaq, start başlamaq, agree razılaşmaq, accept qəbul eləmək, see görmək, hear eşitmək, forget unutmaq, remember xatırlamaq. Bəli, bunlar antonim olduğuna görə düzgün cavabımız Y variantı qalacaq. 18-də bağlayıcılar dərsinə keçmişik ki, either or, neither nor, both and, not only but also. Yəni variantlarda yalnız bizə qalacaq A variantı. Çünki both and-lə işlənməlidir, not only but also ilə işlənməlidir, either or-la, neither də nor-la işlənməlidir. 19-cu sualda language courses dil kursları deməkdir. Kurslar sözü cəmdə olduğuna görə mən də cəmləri seçməliyəm. Ona görə düzgün cavabım qalacaq B variantı. Biz demişik ki, sonu S-lə bitənlər tək xəbərlərdir, sonu E-lə bitənlər isə cəm xəbərlərdir. 20-ci sualda passive voice-də olan cümlədir. Bu topludan olan bir sualdır. Cümlədə baxıram ki, tamamlıq his suitcase keçirir cümlənin əvvəlinə. Cümlədə keçmiş zamanda olduğuna görə was gələcək cümləyə. Cavabımız isə qalacaq bizim Y variantı. A variantında am, is, are, was-dan word-dən sonra qətiyyən bin gələ bilməz. B variantı, C variantı qətiyyən ola bilməz. Çünki indiki zamandan, indiki bitmiş zamanda deyildi mənim cümləm. D variantında mübtəda dəyişməyib, Y variantı doğru cavabdır. 21-ci suala baxıram. I meet old friend. Mən bir köhnə dostumla görüşdüm. Mən burada old sözü saitdir deyə and verəcəm bura. Straight isə məkanı bildirdiyinə görə Z verəcəm. Düzgün cavabım qalacaq D variantı. 22-yə baxıram. 22-də deyir ki, Mike qoydu, yəni uzandı demək istəyir. Əslində burada feildə səhvlik var. Orada olmalıydı Mike lied. Lay olmalıydı. Lie çünki yalan danışmaq deməkdir. Lay qoymaq deməkdir. Nəysə, biz bilirik ki, çarpayının həmişə üzərində olur deyə, yəni düşünmədən elə Y variantının özünü götürürük. 23-də have 3 cürü bizdə işlənmə qaydası var. Əsas feil kimi, modal verb kimi, indiki bitmiş zaman kimi. Biz demişdik ki, have yalnız yanında V3 olanda, indiki bitmiş zaman kimi işlənəndə özü sual verib özü inkar yaradır. Have-in yanında burada V3 zat yoxdur. Ona görə have-lə mən sual inkar düzəldə bilmərəm. Digər sözü təkdədir. Yoxsa cəmdədir? Mən bilirəm ki, cəmdədir. Nəyə görə bilirəm cəmdədir? Çünki qabağında E artikl olsaydı bu təkdə olardı. İndi ona görə doesn't-ı da silirəm. Və baxıram ki, deyir ki, maralların uzun ayaqları var. Elə deyilmi? Marallar söz cəmdə olduğuna görə onu yalnız Z ilə əvəz eləyə bilərəm deyir. D variantı doğru cavab qalır. Sonra baxıram 24-cü sualla. Haven't to ola bilməz. Will be able to olmalıydı deyə Y variantda gedir. Should-dan sonra to gələ bilməz deyə aynen D-nin arasında qalıram. Won't able to yox, won't be able to olmalıydı deyə düzgün cavabımız qalır bizim D variantı. 25-ci sualda sinonimlər istəyir bizdən. Correct, true, bir də elegant, attractive. 1-4 düzgün cavabdır. Çünki empty boş deməkdir, crowded izdihamlı deməkdir. Bunlar antonimdir. Different eyni, different müxtəlif, same isə eyni deməkdir. Bunlar da antonimdir. Düzgün cavabımız qalır 1 və 4.